çalışmışam ki, bu xalçanı bütöv göstərim. Bəlkə, indi Qarabağ bizim üçün ağırlı yeriydi, onun qabağa saydı. İrəvan qayıtmalı. Ama bu bir bölgələrin və mətbəxlərin, Naxçıvanınki də, Gəncəninki də, Şamaxınınki də, Qusarın da, Dərbəndin də, az gözləmləri əlimizdən o əl yazmalar var, o Dərbənd mətbəxi, nə bilmə, bir regionların mətbəxi, Bakı mətbəxi var, gəldi ki, bunlar bizə çıxacaq. Burada bizim çox gözəl alimlərimiz, Nazım müəllim, Cəlal müəllim, Məkkul müəllim çox gözəl və qısa çıxışlar elədilər. Ama çıxışları qısa da olsa çox doluydu və çox maraqlıydı. Mən təşəkkür edirəm hər bir bizim alimimizə. Rus alimi Kozlovski yazır ki, milletin yoxa çıxması onun milli mətbəxinin aşılmasından başlayır. Bizim məqsədimiz Qarabağ mətbəxində bizə ortaya qoyanda ki, bu mətbəx dəyişməsin, bilirik ki, qaydacıyıq və qaydanda millət yalnız insan resursları qayıtmasın, mədəniyyət qayıtmalıdır. Və biz mətbəxi ahali ilə bir yerdə geri qaytarırıq. Bugün artıq gələn həftədə gecəm orada oldum. Bəlbədə bir mərkəz tikilib, sənət mərkəzidir, sənət öyrədir, aşbazlar, kəndinlər və indi orada iqtisadların öyrənilməsi, süreçlərin öyrənilməsi başlayır. Yəni mətbəxi biz vermişik, dağılan onları hazırlamağa gedirik ki, orada onlar yerində dursun və itməsin. Bütün o Qarabağ mətbəxi indi Bəlbədən öyrənilməyin başlanmışdır, birinci addımlar da yavaş-yavaş edirik. Yəqin ki, Qubada da bir elə bir məşğul idarəsinin mərkəzi tikilib, yəqin orada edilər, yəqin orada da nələrsə olacaq. İnşallah belə bir mərkəzlər mətbəxin öyrənilməsi ümid varam ki, İrəvanda, Göyçədə, Dəyməcəkdə və başqa yerlərimizdə də yaradılacaq. Çünki bizim prezidentimiz deyib ki, oraya qayıdırıq, bu kişinin oğlu da hələ dediyi bir dənə sözün arkasından qaçmayıb dediyim hamısı olub. Deyirsə qaydacıyıq, mən belə 100% inanırım ki, qaydacıyıq. Bu belə deyil. İndi burada kənddə yaşayanlar çoxdur. Kim inəyi görür? Kimin inəyi var? İnək kim görür? Görmüyor. Ama kimse diyebilir mi inəyin buynuzu qabaqdadır, yoxsa olmalı? Gözlər ki, gözümüzə buynuz qoyun, işə düşməz. Mən demək, soruşmadım, kim inəyə baxıb, görməklə baxmaq başqa şeylərdir. Naxçıvana getmişdim, gidəndə gördüm ki, təzə 10 milyonlarla pul qoyulub, qatar xətti çəkilib, Zəngəzura dirənib. Gördüm ki, Zəngəzur bizimdir də, bir hesab açılacaq. O boyda pul qoyarlar mı yoxsa? Bu kişinin oğlu dediyini eləyir. Buna tam əmin olma. Və biz oraya qaydanda, indi mən 3-cü kitab ortada çıxır və burada İradə xanım kömək eləyibdir, bizim Əli müəllim, bizim xörəklərin pişirən, yəni şəkillərin çəkmək üçün hazırlayan burada bizim Elmira xanımımız burada da onlar işlərində var. Bu kitablar kitab xatirindən deyil. Birinci kitab dünyada birinci oldu. Və Fransada biz buradan oraya gidənə kimi hər şeyi gizlətdik. Axırda mən təyyarə biletlərimi də qaytardım ki, orada yoxlayırlar. Gəlir, qırğın çıxacaqlar orada. Kitab birinci oldu dünyada və getdi Macronun da stolun üstünə çıxdı. O başqa bir əhvalatdır. Kitabın yeni variantı İngiliz dilində Rəşid Hüseynov gəldi yanıma dedi ki, bu kitabını gir, dedim yoxdur. Dedi, bunu mən çap elətdirəcəm, mən tərcümə 70 mindən kimi pul qoydu. Xaricilər pul qoyurdular ki, onu tərcümə etsinlər. Rəşid dedi ki, mən ölməm. Biz qırılmışıq dedi, İngiliz ya başqası bizim kitabımızı qoysun ortaya, biz özümüz eləməliyik. Və bu addımlarla gəldi, orada 413 qoyaq, 1500 adamdan sorğu aparmışdı. Və toplamda, çünki 10-cu ildən başladıq biz, prezidentimiz o vaxt dedi ki, yadınızdadırsa, İrəvan bizim dədə-baba torpağımızdır. O vaxtı hamı Qərbi Azərbaycanlı deyildi. Gözləyirlər ki, icma yaransın, hamı oralı olsun. İndi yox, gülməyək də. Qarabağ ağlanan kimi biz hamımız Qarabağlıydıq. Gəncəli də, Toğuzu da, hamımız Qarabağlıydıq.
Sonra olmayan da dedi ki mən oralıyam. İndi Azərbaycanın hər kəndində, hər məhəllədəki hər bir adam İrəvanlıdır. Olmayan da deyir ki oralıyam. Sonra Allah qoysa Dərbənddə olacaq, Təbrizdə olacaq, Qaşda olacaq, o sonraki söz. Amma indi İrəvanlıyıq hamımız. İnşallah. Mənim əslim köküm Tovuzdan və fəxr edirəm ki, kitabı qoyduq. İndi isə əlimizə bir qəribə bir əlyazma risalə çıxdı. Deməli, İrəvanda 13-cü ildən 1884-də doğulub, 13-cü ildən 1913, 1922-ci illərdə şəxsi dükanı olmuş bir sənətkar. O dükanda həm xörək pişirir, həm şirniyyat. Mən orada bəziləri deyirlər ki, bunlar İngiltərədən gəlib, bu Fransadan gəlib, bu falan yerdən. Orada şirniyyatlar var, o bir kitabda da, bu birimdə də. Qırbayedovun yazdığı yadındadır, 3 dəfə İrəvanda xanın yanında olub və Leningrada dostuna yazır, mən qısa Tovuzlu dilində deyəcəm, öy yıxılmasın. Burada elə xörəklər, elə şirniyyatlar verdilər ki, mən onu təsvir edib saat çatıramam, sən başa düşməyəcəksən. Çünki bu nə mənədir? O qədər ləzzətdir. Yəni, səfirdir. Bu ləzzət Rusiyanın köbəyi Sankt-Peterburgda yox idi bu şirniyyatlar, bu xörəklər. Bu Moskvada yox idi. Rus bunu tanıya bilməzdi, özü yazır bunu. Onlar o şirniyyatların kökü Nizami Gəncəvidə var. O şirniyyatların kökü Xatayda var. O şirniyyatların kökü. Friedrich Unger 1848-ci ildə 1-ci Otto'nun baş konditeri. Biz kəlmə yazırıq. Osmanlının və İranlının bunların pişirdikləri şirniyyat xörəklər bir-birinə çox oxşardır və eyni kökdən gəlir. Biz buradan götürdüklərimizi orada bəzi düzü biraz düzəldib qaytarıb bunlara satırıq, ondan tasıdan zaten söhbət gedir. Çünki elə də olmalıydı. Çünki Osmanlı da Qay qəbiləsindəndir, Səfərlər də Qay qəbiləsindəndir. Təbii ki, saray mətbəxləri eyni idi. Bunlar bir kökdən gəlirlər. Şah İsmail Xətayinin babası Səfinin qəbrinin üstündə Qay qəbiləsinin əmrəmi idi. Onlar da Şirvandan çıxmışlar, onun da babası Şirvanlı. Bu, bir mətbəxin, bir xalçanın gözəl bir hissələrindən biridir. Təəssüf ki, bəzən blogerlər, bəzi insanlar ay bu mətbəx, bir mətbəx separatizmi var və ay bu filan mətbəxdən daha gözəldir, ondan götürüb mətbəxin içine gedib girməmiş. Demək, bu xalçanın harası gözəldir, necə demək olar? Harası o biri yerindən gözəldir. Bu xalça dağlar, bu xalçanı dağıtmaqdan qorumaq lazımdır. Bu xalçanı aşılmaqdan qorumaq lazımdır. Mətbəx qaydan kimi, əgər bircə dənə xörəklər saxlansa, onun üstündəki xalça ilmələri də qalacaq. Oradakı musiqi də yerini tutacaq. Oradakı rəssamlıq da, oradakı rəqslər də yerini tutacaq. Biz 2008-ci ildə Amerikada mətbəx rəqslərini qoyduq. 70 ölkə qarşısında UNESCO qəbul elədi və soruşdular, dünyanın ən böyük rəqs üzrə professoru Paruşa Hindistandan keçirdi. Hər xörəyin öz rəqsi var. Hər xörəyin öz musiqisi var. Hər xörək o musiqi ilə daha yaxşı həzm olunur. Bu, mədəniyyətin ən konservatif köhü hissəsidir. Ermənilər bunu elə mənimsəmədilər. Onlar özlərinə milli kimlik yaratmaq. O torpaqda yaşayan məhz bu cür yeməli idi. Ayrı cür yiyirsə bu torpaqdan deyil. Bunun məqsəd yönümlü Ermənistan Elmlər Akademiyası o kitabı bəyəndi 60-cı illərdə mühür vurdu ki, bu Ermənistan Elmlər Akademiyasının prezidiumu tərəfindən təsdiq olunur. Standartlar yarandı. SSR-də heç bir Mikayan başında dururdu Moskvadan bəri. Azərbaycan mətbəxinin ilk kitabını ermənilər yazdı SSR dövründə. Mikayan üstündəydi. Buradan toplayırdılar, sonra o erməni kitabına getdi. Türkiyədən gələn 7 erməni kitabı var, İrəvana gətirildi. Türkçə yazılmış ermənicə 7 kitabdır, mətbəx kitabı. Birində də bir dənə erməni xörəyi yoxdur. O xörəklər sonra erməni mətbəxinə otuzur oldu. Ki biz bunu yiyiriksə, buranın sahibi bizik. Adlarını belə cənə üst gəldilər. Demədilər elə belə, biz deyirik bozbaşıda pişirmişik. Bozbaşıda İrəvan bozbaşı, Qarabağ bozbaşı, Meğri bozbaşı, filan bozbaş torpağı istila edir.
torpağın istilası Azərbaycan torpaqlığının mətbəxdən başladı və mətbəxdən də qutarmağa başladı bunu 90-cı illərdə. Biz qələbə çaldıqca xarici ölkələrdə subut elədik ermənilərə, gördülər ki, biz qalib gələ bilirik, ruh yüksəkliyi başladı. İndi də bu proses davam edir və indi də bu davam edəcək. Ona görə bu məsələ çox ciddidir və bu ciddiliyi nəzərə alıb var gücümüzlə işləyirik. Səhvlərimiz olur. Mən indi o kitabda 413 xörək vermişim. Bu restoranda, toyda 500 kebab pişəndə bir 30'u alaçı olur, 30'u yanır. Sonra deyirlər ki, xörəklər pişir, amma qalanı yaxşı edirlər. İndi kitabda da yəqin bir 5 dənə səhvimiz var. Biz dedik ki, onları siz oxuyasınız, baxasınız və deyəsiniz ki, yeni nəşrlərdə bunları düzəldək. Amma hər halda həmin ustanın 98 qoyduğu xörəyin və şirniyyatın hamısını bərpa eləyə bildik. Ən çətin bilirlər, soruşurdum zəngili. Bu quruncan çayı. Bu quruncan nə mənədir? Əzirlər filan və yer xəstəliklərində bu çayı içirlər. İnanın, neçə ay onun dalın axırda Rauf Cücizən gəlmişəm, dilçidir. Hadi bəlkə quruncan deyil, bu quruncan var. Quruncan çayı və kalqan rus dilində. Baxmışam ki, soyuq dəymədə də biz axı yer xəstəliyi demirdik, qulunç deyirdik. Quluncun tutulur deyildik. Aysa, o qulunç xəstəliyini olan quluncan otu, sonra 18-ci əsrdə bir İrəvanlı həkim var, onun kitabında da tapdıq. Hər bir xörək, hər bir şey böyük bir elmi araşdırmaların nəticəsində gəlir oturur orada. Məsələn, mampasının dalınla deyir, mampası pişirirdi İrəvanda. Deməli, Ərdəbildə şüşə konfet, ləpik konfet deyirlər. Uşaqlar gözlərindən qoyub baxırdılar. Sən deyimi qoymuş, Friedrich yerdən öyrəndi. Bu gedib çıxıbdır, bundan aparıblar Fransaya. Fransada bir mampası knyazlığı var, qraflığı var. Orada xörəklər, ət xörəklərində var, mampası qraflığının ət xörəyi falan adlarını deyirlər. Bunu kutulara doldurub, göndərirlər Rusiya, İrəvana, Osmanlıya, hər yerə və Mampasiya adından gəlib çıxıbdır və Leningradda bir fabrikant var. O bunu başlayıb öz istehsal etməyə və istehsal edən zaman buna özünün adının familiyasını verir. Və o kutular 4 gün yolu bir iri Moskvaya, Sankt-Peterburg'a və Nijni Novgorod'a satılıb. Gedib Leningraddakı fabrikdə o kutunun şəklini çəkmişik, gətirmişik ki, kitabımızda olsun, bu subutlardır, bu addımlardır, haradan haraya gelib və haradan qayıdır. Yəni, heç bir xörək, nənələrdən bunları 1500 adam bir xörək verirdi, 10 adam eyni xörək verir, fərqlər var idi. Fərqlərin çoxu buraya köçəndən sonra assimilasiya dövründə, buradakı ərzaqlar falan tərkibi birazca dəyişir, bunları bərpa eləməyə çalışırdı, çıxmışır. Verilən xörəklər hamısı nəlbəki ilə, stəkanla, qaşıqla, biz onları qramajlara çövürdük. Biraz qram çox olanda xörəyin tadı dəyişir falan. Dava eləyə, dalaşa, bir-birimizdən yeşə, bunu yerinə qoyurduq, yaxşı mənada və pis mənada. İndi orada səhvlərimiz olarsa göstərərsiniz, yeni kitabımız gəlir bu ayın axırında hazır olacaq. Və 3 kitabımız, deməli, İrəvan xanlığı bölgə mətbəximiz, dünyada birinci olan, 2-ci kitabımız Qərb Azərbaycan şirniyyatları, 3-cü kitabımız 19-cu əsr İrəvan mətbəxi, İrəvanlı usta Əliqulu Zeynalovun risaləsi. Allah qoysa onu da sizin möhtəmizə verəcəyik, fikirlərinizi söyləyərsiniz. Mən çox təşəkkür edirəm, vaxtınızı çox almaq istəmirəm. Biz müəllim adamlarıq da, biz birdən-birə başlasaq, dayanmadan danışa bilərik. Kimi də yuxudan qaldırdımsa üzr istəyirəm.